Mən Almazov Ceyhun, sizləri Sumqayıt Hospitalın təcili yardım xidmətinin şöbə müdiri olaraq salamlayıram. 5 ilə yaxındır ki, Sumqayıt Hospitalda fəaliyyət göstərən təcili yardım xidməti çox uğurla öz fəaliyyətini davam etdirir. Bu günləri xəstələrimizə həm ilkin təcili tibbi yardım xidməti, həm də onların daşınması və təxliyəsi xidməti həyata keçirilir. Müasir avtomobillərimizin iştirakı ilə peşəkar həkimlərin, tibb bacılarımızın, təcrübəli sürücü və porterlərimizin köməyi ilə xəstələrimizə tibbi yardım və onların təxliyəsini və daşınmasını təmin edirik. Avtomobilimizdə demək olar ki, bütün müasir cihazlar, defibriliator aparatı, 24 saat oksigenlə təchizat, sorucu aparatlar, müxtəlif xərəklər təmin olunmuşdur ki, bunlar da xəstələrimizin daşınmasında, sonrakı etaplarda tibbi xidmətin ardıcıllığının düzgün yerinə yetirilməsində, xəstələrimizin həyatda sağ qalmasında və ağırlaşmaların baş verməməsində böyük rol oynayır. Biz neçə illərdir ki, sizlərin xidmətinizdəyik və bütün bunlarla əlaqədar nə ki müraciətiniz olarsa, bizlərə müraciət edə bilərsiniz.